Yezekel 39-cu fəsil. Qoqun məğlub olması. Sən, ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik eləyib söylə ki, Xudavənd Rəbb belə deyir. Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, mən sənin əleyhinəyəm. Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm. Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam. Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm. Açıq çöldə həlak olacaqsan, çünki mən bunu söylədim. Xudavənd Rəbb belə bəyan eləyir. Mən Maqoqun və sahil ölkələrində əminamanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb mənəm. Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam. Artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, mən Rəbbəm. İsraildə müqəddəs olanam. Budur, o vaxt gəlir və mütləq baş verəcək. Xudavənd Rəbb belə bəyan eləyir. Bugün mənim dediyim gündür. Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları 7 il ərzində yandıracaqlar. Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər. Çünki silahlarla od qalayacaqlar. Onları qarət eləyənləri qarət eləyəcək, mallarını talan eləyənləri talan eləyəcəklər. Xudavənd Rəbb belə bəyan eləyir. O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu bastırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək. Ölkəni təmizləmək üçün İsrail nəsli 7 ay onları bastırmaqla məşğul olacaq. Onları bütün ölkə xalqı bastıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq. Xudavənd Rəbb belə bəyan eləyir. Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq. Bəziləri isə yerdə qalan cəsədləri bastıracaq. 7 aydan sonra axtarışlara başlayacaqlar. Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbir qazanlar onu Hamon-Qoq dərəsində bastırana qədər yanına bir nişan qoyacaq. Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər. Sən, ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir. Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın, İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz. Başanın bəslənmiş heyvanlarının, qoşların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi, igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz. Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz. Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əskərdən bol-bol yeyib doyacaqsınız. Xudavənd Rəbb belə bəyan eləyir. İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək. Bugündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb mənəm. Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötürü sürgünə getdi. Çünki onlar mənə xəyanət elədilər. Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim elədim. Hamısı qılıncla həlak oldu. Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar elədim, onlardan üz döndərdim. Buna görə Xudavənd Rəbb belə deyir. Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm eləyəcək və müqəddəs adım naminə qısqanc olacağam. Torpaqlarında əminamanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və mənə elədikləri bütün xəyanətləri unudacaqlar. Onları xalqlar arasından geri qaytarıb, düşmən ölkələrindən topladığım zaman
çoxlu millətin gözü önündə onların arasında müqəddəs tutulacağam. Onda biləcəklər ki, onların Allahı Rəbb mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm. Bir daha onlardan üz döndərməyəcəyəm. Çünki İsrail nəsli üzərinə öz ruhumu tökəcəyəm. Xudavənd Rəbb belə bəyan eləyir.